Deməli bizə nə deyir? Yarım dairə deyir. Yarım dairə deyirsə bu çevrənin mərkəzindən keçir də. Biz də dedik ki, diametrə, yəni bu AB diametrdir. AB diametr. Deməli diametrə söykənən də daxili bucaq nəyə bərabərdir? 90 dərəcə. Deməli AK B bucağı bərabərdir 90 dərəcə. Yəni bu düz bucaqlı üçbucaqdır. Düz bucaqlı üçbucaqda da alfa ilə betanın cəmi 90 dərəcə olmalıdır da. Yəni alfa plus beta bərabərdir 90 dərəcə. Əgər bu alfaya biz 30 dərəcə versək, tutaq ki alfa bərabərdir 30-dursa, beta bərabərdir nə olacaq? 60 olacaq. Alfa bərabərdir tutaq ki deyir 45 arasında dəyişir də 30-45. 40 versək beta bərabərdir 50 olacaq. İndi baxın, bura 30 və 45 dərəcə aralığında dəyişirsə, deməli beta da daxil olacaq. Alfa 30 olsa 60 və 45 aralığında dəyişəcək. 60 ilə 45 dərəcə aralığında və 60 da 45 də daxildir. Deməli alfa 45 olsa, beta da 45 olacaq da. Yəni 60 və 45 aralığında dəyişəcək. Cavab belə olacaq.